Hansı bir rəqsin elastik mühitdə yayılmasına mexaniki dalğa deyilir? Mexaniki dalğanın iki növü var: enine və uzununa dalğalar. Enine dalğalarda zərrəciklərin hərəkət istiqaməti dalğanın hərəkətinə perpendikulyar olur. Enine dalğalar ancaq bərk mühitdə, iki mühitin sərhəddində və mayenin səthində yayıla bilir. Enine dalğalara nümunə olaraq suyun səthində yaranan dalğalar və zəlzələ nəticəsində yaranan seismik dalğaları göstərə bilərik. Uzununa dalğalarda zərrəciklərin hərəkət istiqaməti dalğanın hərəkətinə paralel olur. Uzununa dalğalar bütün mühitlərdə, yəni bərk, maye və qaz mühitində yayıla bilir. Uzununa dalğalara nümunə olaraq səs dalğalarını göstərə bilərik. Bu kimi vacib məqamları öyrənmək istəyirsənsə, səhifəni izləməyi unutma.